Peyğəmbər bizi ilə şərt kəsdi. Dedi ki, siz ki istəyirsiniz Ramazanda bağışlanasınız, Ramazanın bu qədər neymətini əldə edirsiniz, 6 dənə şərtə əməl ilə söz verəcəklər sizə. 6 şərt olmasa, bu Ramazanda əldə elədikləriniz çox cüz'i bir şeylər olacaq. Peyğəmbər nədir o? 6 dənəni sayıram və yekunlaşdıram. Əsas budur. Bunları zehninizdə qeyddə saxlayın. Dedilər, Peyğəmbər nədir o 6 dənə? Peyğəmbər buyurdu. Peyğəmbər buyurdu, İnnə mən təməssəkə fi şəhr Ramazan bisitti xisal qəfərallah zunubə. Kimin Ramazan ayında 6 dənə məsələyə riayət eləsə, kim riayət eləsə, Allah bütün günahlarını bağışlayacaq. Peyğəmbər nədir? 1. Ən yəhvizə dinəh. Dinin qorusa, dinini. Dinini 5-10 manata qurban verməsə. Dinini dünyasına körpələməsə. Dinini mənə filan kəs pis baxar, ona görə günah eləyim, dini buna qurban verməsə. Ən yəhvizə dinəh. 1. 2. Yəsunə nəfsəh. Özünü qorusa. Özünüzü qoruyun. Çox qoruyun. Ramazanda xüsusi qoruyun. Ramazandan qabaqcı necə yaşayırdın, elə yaşamayın. Əvvəli dediyim söz. Özünüzü qoruyun. Bütün günahlardan. Xırda və böyük nə günah görürsünüz, qoruyun özünüzü. Günahdan elə qaçın, günahdan elə qaçın ki, sizdən o qədər fasiləsi olsun ki, sizə yaxın düşə bilməsin. 2 bu. 3 buyurdu, Yəsil rahiməhu. 3-cü şərt budur. Qohum əqrəbalarınıza baş çək, söz Allah bağışlayacaq sizi. Bax bu gündən. Zəng eləyə bilirsiniz, zəng eləyin. Baş çəkə bilirsiniz, baş çəkin. 3-cü şərt budur. Bu qədər ki danışdım siz həvəsləndinizə, nələr verəcəklər bizə. Bunlar olmasa, biraz çətin olacaq məsələ. 4. Buyurur, vəla yu'zid cərəhu. 4-cü şərt budur, qonşuya əziyyət vermə. Qonşuya əziyyət versən, orucunun mənası yoxdur. Qonşu var, çıxır bayra, adamlar, uşaqlar görsən, qorxur, qaçır ondan. Belə qonşular var. Bilir ki, deyingən adamdır, çıxan kimi başlayacaq, qışqır bağıra. Belə qonşulardan Allah qorusun insanı. Qonşuya əziyyət verməməlidir. 4. 5 budur, yər'a ixvanəhu. Qardaşlarının hüququn pozubsa, onları bərpa eləsin. Bir-birinizdən halallaşın. Halallaşmaq kiçikliyi deyil valla. Hayıfdır, bu qədər Ramazanın neyməti gəlir bizə, qardaşlıq ünsiyyətlərimiz pozulan halda bu ünsiyyətlər pozulmuş halda Ramazana daxil ola. Bir-birinizdən halallıq istəyin. Bir-birinizi incitmişsinizsə, indi onlar qeybət edib, neyniyib və bağışlayan qarşı tərəfdə halallıq verməyə can atsın. Deməsin, yox, mən sənə bağışlamıram. Bağışla ki, bağışlasınlar. 6-cı şərt, yəhəzulə lisanəhu. Dilini qorusun, dilini. Ramazan əhli dilini qorumalıdır. Oruç tutanın dilindən pis kəlmələr çıxmasın. Oruç tutan iffətsiz kəlmələr danışmasın. Oruç tutan qeybət eləməsin, istehza eləməsin, ələ salmasın, rişxənd eləməsin. Kiminsə evinə gedib, nəsə görüb, gəlib orada burada danışsın, onların evi belə idi, bu belə idi, bu belə idi. Bu halına yox. Bu 6 şərtə əməl eləsək, Ramazanın bütün o neymətləri bizə tərəf üz tutacaq. Neymətlər, özü neymət bir dənə deyil, 2 dənə deyil. O qədər neymətlər sizə üz tutacaq ki, hədisdə var, əgər Ramazan ayının nə olduğunu dərk eləsəydiniz, deyərdiniz, ya Rəbbəl aləmin, kaş ki bütün il Ramazan ayı olaydı. Kaş ki bütün il Ramazan ayı olaydı. Ramazan ayı qutaranda fitir bayramın duasını oxumusunuz, qunut duasını. Bilirsiniz, Ramazan ayı bitəndən sonra bizə əsl mükafat fitirdə veriləcək. Ən ağırda tam neymətləri verəcəklər. Bir işləyirsən, maaş verəcəklər sənə, ayın axırı vermirlər. Hərdən indi 10 manat, 15 manat sən ehtiyacın var, alırsan müdürdən, o heç. Bir də ayın axırında sənə maaş verilir. Ramazan ayının son mükafatı fitir bayramındadır. Fitirdə sizə son mükafat veriləcək. Siz fitir bayramın duasını oxumusunuzsa, görün duada Allah'tan ne istiyorsunuz? Allah salavatları ürəyinizə deyirsiniz. Ən tədxuləni fi kulli xeyrin ədxəltə fihi Muhammed və ali Muhammed və ən tuxricəni min kulli suin əxrəcdə minhu Muhammed və ali Muhammed. Bax, qunutun duasındadır bu. Bilsən nə istəyirsən Allah'tan? Allah səndən istəyim nədir? 30 gün oruç tutmuşam mən.
İstəyimi deyirəm sənə ya Rəbbəl aləmin. Mənə cənnət vermə, cənnət öz yerində, onu ver. Amma ondan böyük şey istəyirəm səndən. Nə istəyirsən mənim əziz bəndəm məndən. Mən səndən Əhl-i Beytə nələr vermisən? Əhl-i Beytə verdiyin neymətləri səndən istəyirəm. Əhl-i Beytə hansı pisliklərdən çıxartmısan? O pisliklərin hamısından məni çıxart. Mən səndən bunu istəyirəm. Gör, hara getdik çıxdıq, ha? Məqam hara getdi çıxdı? Xırda məsələlərdir. Böyük şeylər istəyirsən, çox böyük şeylər istəyirsən. Allah hətta bilsən nə istəyir Ramazanda bizdən? Deyir, dua eləyə öz yerində, amma səndən təkcə dua istəmirəm. Səndən münacat istəyirəm mən, münacat. Münacat bilirsin nədir? Biz mənəvi məclisdir, mənəvi də geçsin məclisimiz axıra qədər. Münacatla duanın fərqi var. Münacat sözünün tərcüməsi nəcva kəlməsindən götürülüb. Nəcva pıçıldaşmağa deyərlər. Bir nəfərə ki, söz demək istəyirsən, yaxınlaşırsan, qulağına ki, pıçıldayırsan, ona deyirlər münacat. Allah deyir, mənə çox, mənlə dua eləmə, münacat elə, mənə o qədər yaxınlaş, çox yaxınlaş, ikisimiz olaq, tək sən mən, qutardı getdi, ki, ikisimiz danışaq. Hər şeyi unut, qoy kənara, sən mən, qutardı getdi də ikisimiz. Ki, məndən münacat elə. Necə ki, Musa Peyğəmbərə Allah dedi, Musa Peyğəmbər oruç tutub, Allah Musa Peyğəmbərə nə deyir? Deyir, ay Musa, niyə məndən münacat eləmirsən? Ma yəmnəukə min münacati. Niyə məndən münacat eləmirsən sən? Dedi Musa ki, ya Rəbbəl aləmin, oruç ki tutmuşam, oruç tutanda insanın ağzından biraz yaxşı qoxu gəlməz. Utanıram bu ağızdan səndən danışım. Dedi Musa, elə eləmə. Sən bilmirsən ki ya, oruç tutan məndən danışanda, onun ağzından gələn o qoxunun iyi, müşk ki var, o nə qədər gözəl ətirdir, onun iyindən daha ətirlidir. Mən səndən danışmaq gözləyirəm. Mən istəyirəm, sən mənə danışasan. Düzdür, Ramazan ayında yatmağın özü ibadətdir, amma yatmaqla keçirməyək bu Ramazanı, həyifdir. Yatmaqla Ramazanı keçirməzlər ki. O ən aşağı verilən fəzilətlərdir sənə. Heç nə elə belə verilir sənə. Yatırsan ibadət. Amma ondan o tərəfə məsələlər var. Onlar üçün yaşamalıyıq. Onlar üçün həyatımızı sürməliyik. Ramazan ayı islah olmaq üçün çox mühüm və çox mükəmməl bir aydır. Elə bil ki, bir yolla gedirsən, dağ, daş, dərə, təpə, səhra, bataqlıq, tikanlıq. Axıra deyirlər, narahat olma, get. Səni qabaqda bir dənə yol gözləyir, düz yoldur, orada da bir dənə maşın səni gözləyir. Gedəcəksən, çatacaqsan o maşına minəcəksən, maşın səni məqsədə çatdıracaq. Sən nə qədər əziyyət gəldin, çatdırdın özün maşına, canın qutardı. 11 ay belə gedirdi, tikanlıqda, bataqlıqda, əziyyət, dərə, təpə, səhra. Axır Ramazanda gəlib çatmışsınız düz yola. İndi nə qədər sürətlə getdiniz, özünüz bilərsiniz. Kim çox getdi, kimisi az getdi. Kimisi də oturdu, yatdı bütün günü. O da özü bilər. Hər adam fərqli olacaq. İnanın ki, fərqli olacaq. Allah səni üçün şeytanın əl-qolunu bağlayıb. Şeytanın əl-qolu bağlanıb, yəni nə məndə zəifləyib də əli qolu bir adamın, rəqibin əli-qolu bağlansa, rəqiblə vuruşmaq sənə çətindir. Gör, nə qədər mən zəif olmalıyam ki, rəqib əli-qolu bağlı vuruşa bilmirəm onunla. O da var. Adam var, Ramazanda da günah eləyəcək. Çox zəifdir də, çox cılız insandır. O qədər zəifdir ki, hətta məsələn, adi Ramazanda görəcəksən ki, iftara yaxın qışqırır onun üstünə, bunun üstünə, hirs gəldi. Bu belə olmaz, belə Ramazanda oruç tutmazlar. Biraz özümüzü qorumalıyıq, saxlamalıyıq. Çox diqqətli olmalıyıq, çox diqqətli. Allah sənin üçün səmanın bütün qapılarını açıb Ramazanda. Səmanın bütün qapılarını açıb, cənnətin bütün qapılarını açıb. Bunların Allah hamısını sənin üçün açıb. Xanımlar və qardaşlarım, hamısı sizin üçündür.